Cümlənin şəxsə və kəmiyyətə görə növləri. Növləri. Baxın uşaqlar, cümlənin şəxsə və kəmiyyətə görə növləri deyəndə bunları iki yerə böləcəyik. Birincisi adı olacaq xəbər əsasında formalaşanlar. Xəbər əsasında. İkincisi olacaq mübtəda əsasında. Xəbər əsasında formalaşanlar müəyyən şəxs cümlə, qeyri-müəyyən şəxs cümlə, şəxssiz cümlə və ümumi şəxs cümlə. Mübtəda əsasında formalaşanlar isə adlıq cümlədir. Bir dənədir. Adlıq cümlə. Bunu yazdım ki, görəsiz və başlayıram artıq ilkdən. Müəyyən şəxsli cümlədən deməli. Mövzumuzun birincisi müəyyən şəxsli cümlə. Müəllim, bir şey deyəcəm. Mən yazdırdım. Müəyyən şəxsli, şəxssiz, qeyri-müəyyən. Bir də nə qaldı? Müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli cümlələr. Deməli, şəxssiz cümlə 4 dənəsi xəbər əsasında formalaşır. Amma mübtəda əsasında formalaşır yalnız adlıq cümlə. Çox sağ ol. Buyur. Müəyyən şəxsli cümlələr. Baxın uşaqlar, məsələ buradadır. Müəyyən şəxsli cümlələri biz iki yerə böləcəyik. Müəyyən şəxsli cümlələrdə də bu primitiv bir şeydə xəbər olur və işin kim tərəfindən görüldüyü məlum olur. Bu məlum növlə qarışdırma onu. Baxın uşaqlar, iki yerə bölürəm. Birincinin adını qoyuram mübtədalı. Mübtədalı müəyyən şəxs cümlələr. İkincinin adını qoyuram mübtədasız müəyyən şəxs cümlələr. Yəni birində mübtəda olur, digərində mübtəda buraxılır. Bu çox sadədir uşaqlar. Hər hansı bir sadə cümlədə mübtəda və xəbər olur. Əgər bir cümlədə mübtəda da xəbər də varsa, həmin cümlə müəyyən şəxsli cümlədir. Mübtədalı müəyyən şəxsli cümlə. Məsəl üçün uşaqlar deyirəm ki, ot öz kökü üstə bitər. Diqqətli oluruq. Atalar sözü də amma ümumi şəxsli cümlə deyil. Nə itər? Bitər. Nə bitər? Ot. Cümlənin mübtədası var, cümlənin xəbəri var. Cümlə mübtədalı müəyyən şəxsli cümlədir. Bu qədər sadə. İkincisi, deyək ki, ağac bar verəndə qısa yazacağım, başını əyər. Başını əyər. Nə edər əyər? Nə əyər? Ağac. Mübtədası var, xəbəri var. Cümlə mübtədalı müəyyən şəxsli cümlədir. Onlar bura gəlirlər. Gəlirlər. Nə edirlər? Gəlirlər. Kim gəlir? Onlar. Mübtədası var, xəbəri var. Cümlə mübtədalı müəyyən şəxsli cümlədir. Mən onu tanıdım. Nə etdim? Tanıdım. Kim? Mən. Mübtədası var, xəbəri var. Cümlə mübtədalı müəyyən şəxs cümlədir. Yəni primitiv bir şeydir uşaqlar. Əgər bir cümlənin həm xəbəri varsa, həm mübtədası varsa, cümlə müəyyən şəxs cümlədir. Daha fikirləşməyin ki, ay bu cümlədə atalar sözü var, fikir hər kəsə aiddir, ümumi şəxs cümlə kimi götürüm. Xeyr uşaqlar, elə şey yoxdur. Mübtəda xəbər varsa müəyyən şəxs cümlədir. Bəs harda bizi qarşıya salarlar? Mübtədasız müəyyən şəxs cümlədə. Mübtədasız müəyyən şəxsli cümlə üçün uşaqlar mən 3 şərt verirəm. Bu şərt istənilən anda keçərli olmalıdır. Şərt 1. Mübtəda buraxılır. Mübtəda buraxılır mübtədasız müəyyən şəxs cümlədə. Bərpası mümkün olur. Bərpası mümkündür. Necə bərpa eləyəcəyik? Əsasən şəxs sonluqları ilə. İkinci,
xəbəri üçüncü şəxsin cəmində olmasın. Cəmində olmasın. Baxın, olsun yox, o olmasın. Bax, burada ehtiyatlı oluruq. 3. Fikir hər kəsə aid olmasın. Mənim yazdığım bu 3 qaydanı ödəyən istənilən sadə cümlənin adını qoyacağıq biz mübtədasız müəyyən şəxsli cümlə. Deməli, dostlarınızı qoruyun. Ne edin? Qoruyun. Kimi? Dostlarınızı. Kim uşaqlar? Baxın, mübtəda yoxdur. Bərpası mümkündür. Xəbəri üçüncü şəxsin cəmində olmasın. Üçüncü şəxsin cəmində deyil. İkinci qaydada ödəndir. Fikir hər kəsə aid olmasın. Fikir hər kəsə aid deyil. Fikir konkret sizə aiddir. Fikir o zaman hər kəsə olar ki, hər kəsə aid olar ki, xəbər ya ikinci şəxsin təkində olsun, ya üçüncü şəxsin cəmində olsun. Burada dostlarınızı qoruyun siz. Siz dostlarınızı qoruyun. Daha primitiv cümlə yazıram. Məktəbə getdik. Ne etdik? Getdik. Haraya? Məktəbə. Burada mübtəda yoxdur. Gəlin baxaq. Mübtəda buraxılsın. Buraxılıb. Bərpası mümkündür. Bəli, biz getdik. Xəbər üçüncü şəxsin cəmində olmasın. Bəli. Üçüncü şəxsin cəmində deyil. İkinci qayda ödəndi. Fikir hər kəsə aid olmasın. Bəli, fikir ancaq bizə aiddir. Bu uşaqlar oldu mübtədasız müəyyən şəxsli cümlə. Yəni bu qədər sadədir. Çətin bir şey yoxdur. 2 nümunə də verəcəm. Onu çağır. Ne et? Çağır. Kimi? Onu. Görürük ki, uşaqlar mübtəda yoxdur. Bərpası mümkündür. Sən çağır. Xəbər üçüncü şəxsin cəmində olmasın. Bəli, üçüncü şəxsin cəmində deyil. Fikir hər kəsə aid olmasın. Bəli, fikir konkret sənə aiddir. Onu çağır. Sən onu çağır formasında mübtədanı bərpa eləyə bilirik. İndi görürsünüz, deyirəm sən onu çağır. Görürsünüz, səni bərpa eləyə bilirəm. İndi deyirəm ki, burada qəribə adamlarla rastlaşırsan. Ne edirsən? Rastlaşırsan. Kimi ilə? Adamlarla. Necə adamlarla? Qəribə. Harada? Burada. Gəlin təhlil eləyək. Ümumi. Mübtəda buraxılıb. Bəli, mübtəda buraxılıb. Bərpası mümkündür. Xeyr. Birinci qaydamız ödənmədi. Xəbər üçüncü şəxsin cəmində olmasın. Bəli, ikinci qaydamız ödəndi. Fikir hər kəsə aid olmasın. Xeyr, uşaqlar. Fikir hər kəsə aiddir burada. Burada qəribə adamlarla rastlaşırsan. Kim? Hamı. Kim bura gələcəksə olar. Bu formada biz mübtədasız müəyyən şəxsli cümləni tapırıq. Dərsi oxuduq. Ne etdik? Oxuduq. Nəyi? Dərsi. Mübtəda yoxdur, bərpası mümkündür. Xəbər üçüncü şəxsin cəmində deyil, fikir hər kəsə aid deyil. Cümlə oldu, mübtədasız müəyyən şəxsli cümlə. Çünki biz oxuduq deyə bilirik. Bu öz yerində. İşi görən məlum olur. Bu belə. İndi uşaqlar keçirik ikinciyə. İkinci olur qeyri-müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlələr. Qeyri-müəyyən şəxsli cümlələrdə işi görən qeyri-müəyyən şəxs olur. Biz onları tanımırıq uşaqlar. Bax, 1, 3 şərt qoyuram yenə də. Birinci şərt. Mübtəda buraxılsın. Yəni, mübtədası olmasın. Bərpası mümkün olmasın. Mümkün deyil yazıram. Mümkün deyil. Bu düzgün olmadı. Buraxılır. Gəlin buraya elə birbaşa olmasın yazaq. Mübtəda yoxdur. Yoxdur. Bərpası mümkün deyil. Cümlə doğru olduğunu deyil. B variantı şöyle. Xəbəri üçüncü şəxsin cəmində.
üçüncü şəxs cəmdə. Bu dəfə artıq olsun. Yəni, cəmdə olsun. Və nəhayət sonuncu fikir hər kəsə aid olmasın. Baxın, uşaqlar, nümunələr deyirəm. Oğrunu tutdular. Tutdular. Nə etdilər? Tutdular. Kimi? Oğrunu. Gəlin baxaq. Mübtədə yoxdur. Bəli, mübtədə yoxdur. Bərpası mümkündür. Xeyr, uşaqlar, mümkün deyil. Deyə bilməliyik ki, onlar oğrunu tutdu. Siz onlar oğrunu tutdu deyə mübtəda bərp eləyəndə, siz artıq onların kim olduğunu bilmiş olursunuz. Kimlərsə oğrunu tutdu, tanımadığımız şəxslər, mübtədanı bərpa eləmək mümkün deyil. Amma biz absurda gedib kimlərsə ilə mübtəda bərpa eləyə bilərik. Yaxşı, absurda gedib. Cümlədə sizə düşsə ki, qeyri-müəyyən şəxs cümlənin sual olaraq mübtədasını bərpa eləmək mümkündür? Xeyr, mümkün deyil. Xəbəri üçüncü şəxsin cəmindədir. Bəli, üçüncü şəxsin cəmindədir. Fikir hər kəsə aid olmasın. Bəli, fikir hər kəsə aid deyil. Fikir qeyri-müəyyən şəxslərə aiddir. Və yaxud da ki, onu iclasa çağırdılar. Baxaq uşaqlar. Nə etdilər, çağırdılar? Haraya, iclasa, kimi, onu. Əla. Deyirəm, mübtəda yoxdur, bərpası mümkün deyil. Xəbər üçün şəxsin cəmindədir, fikir hər kəsə aid deyil. Bəli, çağırdılar qeyri-müəyyən şəxs. Deyirəm ki, bıçağı elə tutmazlar. Tutmazlar. Baxıram indi uşaqlar. Nə etməzlər, tutmazlar, necə, nə cür, nə tərzdə, elə, nəyi, bıçaq, əla. Baxıram, mübtəda yoxdur, bəli, mübtəda yoxdur, bərpası mümkün deyil. Xəbər üçüncü şəxsin cəmindədir, möhtəşəm, ikisi uyğun gəldi. Fikir hər kəsə aid olmasın, bu artıq yanlışdır uşaqlar. Fikir hər kəsə aiddir axı. Bıçağı elə tutmazlar deyəndə söhbət kimlərsədən getmir, söhbət hamıdan gedir. Hamı, ümumiyyətlə dünyada kim varsa bıçağı bu formada tutmamalıdır. Yəni bu eyni anda fikir hər kəsə aid olduğuna görə bu cümləni biz artıq qeyri-müəyyən şəxs cümlə kimi götürə bilmərik. Başa düşdünüz? Amma desəm ki, bıçağı bazardan alıblar, alarlar yox ha, alıblar, alıblar. Mübtəda yoxdur, bərpası mümkün deyil. Xəbər üçün şəxsin cəmindədir. Bıçağı bazardan alıblar. Kim, kimlərsə, bu artıq olacaq qeyri-müəyyən şəxs cümlə. Yəqin ki, başa sala bilirəm. Ümumi məğz nədən ibarətdir? Fikir hər kəsə aid olmamalıdır. Xəbər üçüncü şəxsin cəmində olmalıdır. Ona görə uşaqlar, əgər sizə qeyri-müəyyən şəxsli cümləni soruşursa, birinci və ən vacib cəhət odur ki, siz xəbəri üçün şəxsin cəmində olan cümlələri seçməlisiniz. Və baxmalısınız, həmin cümlənin mübtədası olmasın, fikir də hər kəsə aid olmasın. Məsəl üçün, deyirəm ki, gələnlər bizdən razıdırlar. Necədirlər, razıdırlar? Kimdən, bizdən? Kim? Gələnlər. Baxıram, cümlənin mübtədası yoxdur, bərpası mümkün deyil. Bu cümlənin mübtədası var, ödənmədi. Xəbər üçüncü şəxsin cəmindədir, ödəndi. Fikir hər kəsə aid deyil, ödəndi. Amma birinci şərt ödənmədi deyə bu cümlə artıq müəyyən şəxs cümlə olacaq. Qeyri-müəyyən şəxs cümlə ola bilməz. Niyə? Çünki cümlənin mübtədası və xəbəri var. Mübtədası xəbəri olan cümlələr mübtədalı müəyyən şəxsli cümlələrdir. Bu uşaqlar iki cümlənin tərifi. Keçdik növbətiyə. Gəlir üçüncü. Üçüncünün adını qoyuruq ümumi şəxsli cümlələr. Ümumi şəxsli cümlələr. Bir də uşaqlar bir şeyi yadınızda saxlayın ki, qeyri-müəyyən şəxsli cümlələrdə daha çox bənzətmə, müqayisə bildirən modal sözlərdən istifadə olunur. Sanki, elə bil, elə bil ki. Deməli, ümumi şəxs cümlələrdə qayda 1. Eyni şeyi deyirik. Mübtəda yoxdur. Bərpası mümkün deyil. Bərpası mümkün deyil. İkinci qaydamız burada fərqli olacaq.
xəbəri ya ikinci şəxsin təkində, ya ikinci şəxs təkdə, ya üçüncü şəxs cəmdə olacaq. Ya da üçüncü şəxsin daha doğrusu cəmində. Bu belə. Və nəhayət sonuncu ən vaciblərdən biri fikir eyni anda hər kəsə aid olsun. Bu da oldu uşaqlar bizim ümumi şəxsi cümlələrimiz. Ümumi şəxsli cümlələr daha çox atalar sözü və məsələlərlə ifadə olunur, amma hər zaman yox. Mübtədası olmamağı şərtdir. Baxın uşaqlar. Deyirəm ki, qələmi elə tutmazlar. Tutmazlar. Nə etməzlər? Tutmazlar. Nəyi? Qələmi. Necə, nə cür, nə tərzdə elə. Mübtəda yoxdur. Bərpası mümkün deyil. Xəbər üçüncü şəxsin cəmindədir. Ödəndi, fikir hər kəsə aiddir. Bəli, dünyada nə qədər adam varsa hər kəsə aiddir. Şagirdlərimdən biri dərsə gecikir. Mən də deyirəm ki, dərsə gecikməzlər. Dərsə gecikməzlər. Nöqtə. Baxıram, mübtəda yoxdur, bərpası mümkün deyil. Xəbər üçüncü şəxsin cəmindədir. Fikir hər kəsə aiddir. Bütün dərsə gecikənlərə aiddir. Bütün şagirdlərə aiddir ki, dərsə gecikməzlər. İndi fikir verin, beynimdə mübtəda qururam. Dərsə gecikməzlər. Kim? Hamı. Yəni fikir hamıya aiddir. Kim dərsə gecikməz? Hamıya aiddir bu. Bəs ikinci şəxsin təkində necə olsun? Deyirəm ki, bu sual formasında da düşür. Meşədə ayı ilə rastlaşırsan. Rastlaşırsan. Gəlin belə bir şeyə baxaq. Nə edirsən? Rastlaşırsan. Nə ilə? Ayı ilə. Harada? Meşədə. Kim? Sən deyə bilməzsən uşaqlar. Mübtəda yoxdur. Bərpası mümkün deyil. Xəbər ikinci şəxsin təkindədir. Fikir hər kəsə aiddir. Gəlin izah edeyim sizə. Tutaq ki, mən heç vaxt, heç bir zaman meşəyə getməmişəm. Amma mənim dostum meşəyə gedib, 100 dəfə gedib meşəyə. Sonuncu meşəyə getməyindən danışır mənə. Mənə deyir ki, bəs meşədə ayı ilə rastlaşırsan. Amma mən meşədə olmamışam axı. Mən niyə deyir ki, meşədə ayı ilə rastlaşırsan? Bu o deməkdir ki, kimliyindən asılı olmayaraq kim meşəyə getsə, ayı ilə rastlaşa bilər. Bu onu deməyə əsas verir. Baxın uşaqlar, məsəl üçün bir nəfər Almaniyaya gedib. Mən heç vaxt Almaniyada olmamışam. Gəlir mənə deyir ki, Almaniyada qeyri-adi məkanlarla rastlaşırsan. Kim? Mən, kimsən? Xeyr. Mən heç vaxt Almaniyada olmamışam. Demək istəyir ki, kim Almaniyaya getsə, o rastlaşacaq. Ona görə uşaqlar, bu fikir hər kəsə aiddir, eyni anda. Başa düşdünüz? Bu cümlələr, ümumi şəxs cümlələr daha çox atalar sözü və məsələlərlə ifadə olunur. Məsəl üçün, cücəni payızda sayarlar. Nə edərlər sayarlar? Nə vaxt payızda, nəyi cücəni? Baxaq, mübtəda yoxdur, bərpası mümkün deyil. Xəbər üçüncü şəxsin cəmindədir, fikir hər kəsə aiddir. Siz deyə bilərsiniz, ay müəllim, onlar sayarlar da, onlar sayarlar yerində deyil uşaqlar. Siz onları tanımırsınız axı. Cücəni payızda sayarlar, hər kəsə aiddir, hamı. Yəni, burada bir məna var da, cücə yazda çıxır eləyir, məsəl üçün o yayda ölür falan filan, payıza özünə gəlir, onda artıq deyir, cücüyü saymağa başlaya bilərsən. O formada bir məna ora gəlir də, yəni arxa hoppanmamış hop deməzlər məsəl üçün bu formada. Elə onu da yaza bilərik. Deməli, sonra yaza bilərik bura gedənə qal deməzlər. Nə etməklər? Deməzlər, əslində bunu dırnaq içərisində yazsa daha yaxşı olar. Kimə, gedənə nə deməzlər? Qalı yanı deməzlər. Burada uşaqlar deməzlər, üçüncü şəxsin cəmindədir, mübtədə buraxılıb, bərpası mümkün deyil, fikirdə hər kəs aiddir ki, hər kəs bunu deməməlidir. Bu bizim olacaq ümumi şəxsi cümləmiz uşaqlar. Çox sadədir, yəni bunu en qədər biz artıra bilərik. Deməli, keçək növbətiyə. Qoy belə bir izah da verim. Sabah
dərsini yazarsan, sonra deyirəm ki, verilən dərsi yazarlar. Gəlin bu iki cümləni təhlil eləyək uşaqlar. Nə edərsən yazarsan, nəyi dərsi, nə vaxt yazarsan, sabah yazarsan. Mübtəda yoxdur, bərpası mümkün deyil. Xəbər ikinci şəxsin təkidlədir. Fikir hər kəsə aiddir. Xeyr uşaqlar. Xeyr. Bərpası mümkün deyil də biz biraz səhvli elədik. Bərpası mümkün deyil, yox. Bərpası mümkündür. Yanlışdır. Deməli uşaqlar, sabah dərsi yazarsan, konkret şəxsdən söhbət gedir. Kim, sən. Mübtədası buraxılmış sadə cümlədir bu. Mübtədası buraxılmış müəyyən şəxsli sadə cümlə. Düz deyilmi? Çünki uşaqlar, dərsi kimin yazdığını biz birbaşa bilirik. Hamı yox. Sabah dərsini yazarsan, hamı yox, sən. İndi deyirəm, verilən dərsi yazarlar. Mübtədə yoxdur, bərpası mümkün deyil. Xəbər üçüncü şəxsin cəmindədir, fikir hər kəsə aiddir. Ümumi şəxsli cümlədir. Verilən dərsi yazarlar. Kim? Hər kəs. Fikir eyni anda hər kəsə aiddir. Bu oldu bizim ümumi şəxsli cümlələrimiz. Keçdik növbətiyə. Deməli, ümumi şəxsli cümlələrdə də uşaqlar yadda saxlayın ki, ümumi şəxs cümlələrin xəbəri əsasən feili xəbərlə ifadə olunur. Həmçinin qeyri-müəyyən şəxs cümlələrin də xəbəri feili xəbərlə ifadə olunur. Dördüncüsü, şəxssiz cümlə. Deməli, uşaqlar, iki qayda qoyuruq şəxssiz cümləyə hərəkət. Birinci qaydamız budur. Mübtəda olmur, bərpası qeyri-mümkündür. Qeyri-mümkün. Ümumiyyətlə, heç absurdla da bərpa eləmək olmaz. Qeyri-mümkün. İkincisi, xəbəri üçüncü şəxsin təkində olacaq. Təkində. Növbəti qaydalarla izah edirəm. Bura bir yazıb izah eləyəcəm. Uşaqlar, şəxsi cümlənin xəbəri yadınızda saxlayın. Ola bilir ismi xəbər. İsmi xəbər. Bu, daha çox zaman bildirən şeylərlə ifadə olunur və sonunda idi olur. Daha çox ha uşaqlar. Məsəl üçün, bax, vaxt idi. Gecə idi. Yaz axşamı, idi də yaza bilərəm, dır da yaza bilərəm. Nədir? Yaz axşamıdır. Nə idi? Gecə idi. Və yaxud nə vaxt idi? Gecə idi. Nədir? Vaxtdır. Və yaxud da ki, nə idi? Vaxt idi. Bu formada uşaqlar. Amma yadınızda saxlayın ha. Dostum idi deyəndə bunu biz mübtəda bərpa eləyə bilərik. Kim? O. Yəni o dostum idi. Vaxt idi, o vaxt idi deyə bilmərik axı, o gecə idi deyə bilmərik axı, belə şey olmur. Absurda gedir bu. Başa düşdünüz? Yaz axşamı idi, yaz axşamıdır, payız küləyi idi, o payız küləyi idi deyə bilmirik. Bu ismi xəbərli, şəxssiz cümlə. İkinci gəlir, feili xəbərli. Feili xəbər. Feili xəbərli də yaza bilərik. Feili xəbərli şəxssiz cümlədə nə olur uşaqlar? Xəbəri feilin şəxssiz növü ilə ifadə olunur. Şəxssiz növünü necə formalaşdırırdıq? İl-il-ül şəkilçisi qəbul olunur. Onun üzərindən kimə, nəyə, haraya sualını veririk. Məsəl üçün, Bakıya nəzarət edildi. İl-il-ül şəkilçisi var. Haraya? Bakıya sualını veririk. Bunun üzərindən deməli bu şəxssiz cümlədir. Və yaxud da ki, məqaləyə baxıldı. Nə edildi? Baxıldı. Nəyə? Məqaləyə. Nəyə sualın verdiyi? Üzərində il şəkilçisi var. Şəxssiz cümlədir. Və sonuncu uşaqlar, bu daha qəlizdir, amma sadə yolunu izah eləyəcəm. Frazeoloji birləşmələrlə. Frazeoloji birləşmələrlə ifadə olmaq nədir uşaqlar? Əsasən hansı birləşmələrdir? Məsəl üçün, xoşu gəlmək, zəhləsi getmək. Mənim göz qoymaq olar. Yox. O mənə göz qoydu. Kim? Yox. O formada yox. İndi quruluşunu da izah eləyəcəm. Zərdə tam başa düşəcəksiniz. Zəhləsi getmək, xoşu gəlmək, deməli, gözü su içməmək.
Sonra nə deyə bilərik? Burnunun ucu göynəmək. Məsələ nədir uşaqlar? Məsələnin mahiyyətini izah edirəm sizə. Əgər cümlədə frazeoloji birləşmə görürsünüzsə, frazeoloji birləşməni təşkil edən ilk sözün üzərində mənsubiyyət şəkilçisi varsa, bilin ki, həmin söhbət xəbərdən gedir. Bilin ki, o cümlə şəxssiz cümlədir. Baxın uşaqlar, deyirəm ki, Rahimin övladlarından ötürü ürəyi gedir. Neydir uşaqlar? Neydir? Ürəyi gedir sizcə? Neydir ürəyi gedir? Belə götürüm. Burada ürəyi gedir. Frazeoloji birləşmə. Axı burada Rahimin ürəyi var. Mən necə bölüm bu üçüncü növ təyinli söz birləşməsinə oxşayan bir strukturu və yaxud da ki, frazeoloji birləşməni məcburam hamısını bir yerdə götürəm, hamısı bir yerdə və olacaq şəxssiz cümlə və yaxud da ki, səndən xoşum gəlir. Xoşum gəlir. Neydir? Xoşum gəlir. Kimdən? Səndən. Görürsünüz uşaqlar, burada mənimi falan əlavə eləmədim. Amma burada görürəm, xoşum gəlir, xoşun gəlir. Heç cürə bura mübtədə əlavə eləmək olmaz. Siz belə deyə bilərsiniz. Mənim bundan gözüm su içmədi. Nə etdi? Nə oldu? Mənim bundan gözüm su içmədi. Niyə bir yerdə götürürük? Gözüm su içmədi frazeoloji birləşmə, mənim gözüm isə yiyəlik və mənsubiyyət şəkilçili söz bir yerdə. Və olacaq bu şəxssiz cümlə. Təkrar edirəm. Frazeoloji birləşmə kimi tanıdığınız sözün birinci sözü, birinci tərəf yox ha, ilk söz. İlk söz. Əgər mənsubiyyət şəkilçisini qəbul edibsə xəbər vəzifəsində, bilin ki, həmin cümlə şəxssiz cümlədir. Ümid edirəm ki, tam aydın izah edə bildim. Xəbəri də üçüncü şəxsin təkində işlənməlidir. Bunu da qurtardıq. Keçirik 5-ciyə. Deməli, uşaqlar, 5-cinin adı olacaq adlıq cümlə. Mübtəda üzərində formalaşır. Adlıq cümlə. Adlıq cümlə hər hansı bir hadisənin adı çəkilməyi ilə məlumat verilir uşaqlar. Məsəl üçün, baxın, qış axşamı. Şuşa sarayı. Natəvanın huzuru. Bu formada və yaxud da ki, bunu elə nöqtə ilə verə bilərik. Bu formada nöqtə ilə verə bilərik. Qış axşamı, nöqtələr, Şuşa sarayı, nöqtələr, Natəvanın huzuru, nöqtələr. Görürsünüz, bunun heç birində uşaqlar xəbər yoxdur. Bu cümlə mübtəda üzərində formalaşır, mübtəda əsasında formalaşır və adlıq cümlədir. Adlıq cümlənin mübtədası olur, xəbəri olmur. Mümkün olası bir şey deyil. Məsəl üçün, bura yazıram ki, uşaqlar, payız səhəri. Payız səhəri. Gözəl zaman. Necə cümlə oldu? Adlıq cümlə. Ehtiyatlı olduq. İndi yazıram. Zaman məzmunu bildirəm. Payız səhəri idi. Bu cümlə necə cümlə olacaq? Bu cümlə artıq olacaq şəxssiz cümlə. Şəxssiz. Deməli, bəzi adlıq cümlələrin sonuna idi artırmaqla, dir artırmaqla biz onu şəxssiz cümləyə də keçirdə bilirik. Bu da bizim adlıq cümlə haqqında bilməli olduqlarımız. Qaldı sonuncu uşaqlar, bu cümlə növü deyil, ayrıca bir dərsdə, amma bunu da izah eləyəcəm. Söz cümlə. Söz cümlə. Uşaqlar, söz cümləyə üzvlənməyən cümlə də deyilir. Üzvlənməyən cümlə. Üzvlənməyən cümlə nə deməkdir uşaqlar? Yəni cümlə üzvü olmur. Cümlə var, amma həmin cümlədə cümlə üzvü yoxdur. Bu formada. Söz cümlə 3 ünsürdən ifadə oluna bilər. 1. Deməli, ədatla, ədat. Ədatla uşaqlar təsdiq, inkar bildirən. Təsdiq, inkar ədatları ilə ifadə olunur. Məsəl üçün yazıram. Gələcəksən, sual.
Cavabımı verirəm təsdiq ədatı ilə. Bəli. Bəli. Bax, bu formada. İkincisi, modal sözlərlə. Modal sözlərlə. Daha çox təsdiq, güman, şübhə və deməli, yəqinlik təsdiq bildirən modal sözlərlə. Eyni sualı verirəm. Gələcəksən. Bəlkə. Və yaxud da ki, əlbəttə, şəksiz, şübhəsiz bu formada da deyə bilərik. Üçüncüsü, nidalarla. Bütün nidalarla falan yox, uşaqlar. Məsəl üçün, bacardın, sual verirəm. Bacardın, cavab verir. Yəni, nə deməkdir uşaqlar? Yəni, bacara bilmədim də, onu bir ümumiləşmiş formasını verir. Bunun adını qoyuruq uşaqlar, biz söz cümlə. Yadınızda saxlayın. Bəs belə olsa necə olacaq? Ümumi qaydaları verirəm. Məsəl üçün, gələcəksən, sualı verirəm və cavab verirəm. Əlbəttə, gələcəm. İndi bu cümlə üzvlənməyən cümlə və yaxud da ki, söz cümlə olacaqmı? Xeyr, uşaqlar, nə edəcəm, gələcəm. Burada artıq xəbər var. Daha demin, ay müəllim, burada axı əlbəttə var idi, burada söz cümlə var. Xeyr, uşaqlar, yoxdur. Söz cümlə o halda olardı ki, burada suala cavab verən ünsür iştirak eləməsin. Bəs bu formada düşsə, o bilir, sual, cavab verirəm. Bəli, əlbəttə. Bəs bu cümlədə söz cümlə varmı? Əlbəttə ki, var uşaqlar. Nə olacaq iki ünsür eyni anda işlənib? Heç biri suala cavab verə bilmir axı. Deməli, bu üzvlənməyən cümlədir. Deməli, sizdən söz cümlə istəyirsə, ədat, modal söz, nida. Bütün ədat, modal söz, nidalar xeyr uşaqlar. Ancaq suala cavab verə bilən modal söz, ədat, nidalardan istifadə edəcəyik. Bu da oldu bizim söz cümləsi haqqında bilməli olduqlarımız.